Hörmətli izləyiciləri salamlayıram. Yeni obaların köçü başladı. Dağlar maralların ahına qaldı. Ardız köçövləri qələmə döndü. Yamaclar palıdın şahına qaldı. Bu şeirdən bir bənd bizim gözəl şairimiz mərhum Qürbət Əzizin Paysaxda şeirindən bir parçadır. Bugün biz Şamaxının Göylər kəndindəyik. Bakıdan, mərkəzin səsindən, küyündən, tıxaclarından çıxıb Göylər kəndinə, payız havasına gəldik, söhbətləşməyə gəldik. Həm söhbətimi təqdim edəcəm. Bundan qabaq hörmətli izləyicilərə bir daha bir ricam var ki, siz bizim kanala abunə olun. Xoşunuza gəlsə materiallarımız, videolarımız, çəkilişlərimiz xoşunuza gələrsə abunə olun. Rəy bildirin, like qoyun. Nəzərə alın ki, mən bir daha bütün çəkilişlərimizdə deyirəm, bu qeyri-kommersiya bir çəkilişlərdir, layihəsidir və məqsədimiz həm öz kəndimizdən, həm bölgəmizdən, təkcə kəndimizə yox, ümumən bütün ölkə üçün, bütün ölkə auditoriyası üçün maraqlı olan insanları çəkirik, bu iddiadayıq və yavaş-yavaş auditoriyamızı genişləndirmək fikrindəyik. Bu mənada bizə diqqət ayırmağa dəyər deyə düşünürəm. Hörmətli izləyicilər, qonağım əslən elə Şamax rayonunun Göylər kəndindən olan deməli Azərbaycan Tibb Universitetinin Bioloji Kimya Kafedrasının elmi işçisi Hafiz müəllim Osmanovdur. Hafiz müəllim, xoş gördük. Xoş gördük, çox sağ olun, təşəkkür edirəm. İzləyiciləri də, sizləri də salamlayıram. Göylər kəndi mənim üçün çox doğma, əziz bir torpaqdır. Bu mənada ki, mən özüm Mingəçevirdə anadan olsam da, atam və anam buralı olduğu üçün mən bura uşaq vaxtı və yeniyetmə vaxtı, tələbə vaxtı tez-tez gəlib gedərdim. Ona görə bu torpaq mənim üçün çox əzizdir. Hafiz müəllim, sizin ata yurdunuz Məsəlli təbəəindəndir. Bəli, bəli. İndi də Məsəlli təbəəindeyiz. Bu Cavid Əhmədovun iki maraqlı kitabı var. Kitabların birində bu Göylər Adamı kitabında, deməli Göylər kəndində 5 təbəətdə siz təsəvvür edin ki, 64 nəslin olduğunu qeyd eləyib. Onlardan biri də mən belə xüsusi vurğulamağa həm də ona görə vurğulayıram ki, bu bizim mövzumuzdur. Bütün çəkişlərimizdə deməli qeyd edirik. Bu Osman uşağı nəslindənsiniz siz. Və sizin ata yurdunuz, mən uşaq vaxtı olanda, düzdür, yaşayan olmurdu, amma sizin ata yurdunuz həmişə görünürdü, darvazası vardı, bağı vardı və s. Ona görə sizin göylərə bağlılığınız heç kəsə heç bir şübhə doğurmamalıdır. Elədir, elədir. Bilirsiniz, Şirvan ümumiyyətlə tək Şamaxı yox, bütün Şirvan torpağında 300-dən çox övliya yaşayıbdır. Yəni, bu torpaq həqiqətən də çox müqəddəsdir, deyərdim. O cümlədən də mən uşaq vaxtı anamla həmişə ziyarətlərə gedərdik və ondan məndə daxilən, ruhən bir, elə bir ki, çox bir maraq var idi ümumiyyətlə. Həm ilahiyyata, həm elmi dünya görüşünə çalışardım ki, nəysə araşdırım. Və elə oldu ki, mən tibbi seçdim, yəni ixtisas əczaçıyam. Mən demək 90-cı ildə Tibb Universitetinin əczaçılıq fakültəsini qurtarmışam və sonra da elə oldu ki, əmək fəaliyyətim elə Tibb Universitetində başladı. Patofiziologiya kafedrasında akademik Yaqub Məmmədovun rəhbərliyi ilə təbii limfatrop preparatlar adlı bir elmi tədqiqat laboratoriyası yaratdıq və sonra da 93-cü ildə mövzunun təsdiq olundu və mən o mövzu ilə bir qədər işləyəndən sonra elə oldu ki, döyüş briqadasına yeni yaradılmış döyüş briqadasına tibb bölüyündə
əzzası tapılmadığı üçün mən o döyüşə qatılmalı oldum və 2 döyüş briqadasında xidmət eləmişəm. Müharibə veteranıyam. Əlbəttə bu çox Tanrıdan razılığımı eləyirəm ki, yəni mən o həyat praktikasında keçə bildim. Yəni döyüş bölgəsində oldum və orada olan o psixologiya və insanların necə deyirlər, davranışı və s. bunlar mənə bir qədər yaxındır. Arif müəllim, o mövzuya gələcək, o mövzular, deməli, o məsələlərə gəlib toxunacaq. Mən bilirəm ki, sizlə çox tanıyan adam kimi, söhbətləşmiş adam kimi bilirəm ki, sizin belə tərif kimi demirəm, təbii təqdimat üçün deyirəm ki, ən müxtəlif sahələrə marağınız var, belə universal qiymətləndirilə biləcək bir maraqlarınız və bilgiləriniz var. Bizim sonuncu çəkilişimizdə bir deməli genetik tədqiqatçı ilə bəli, Orxan bəy, bəli. Çox maraqlı bir iş idi, bəli. Mən də genetika ilə bağlı xeyli dərəcədə maraqlı şeylər danışdınız. Burada nədir məsələ? Bütün insanlar həmişə həm bir fərd olaraq, həm bir nəslin, həm bir tayfanın, bir millətin nümayəndəsi olaraq öz kimliyini araşdırmağa meyilli olub, bəli. Və siz bu genetika ilə bağlı çox maraqlı şeylər danışdınız və sizin maraq dairənizdə bu barədə istəyirəm ki, söhbətimiz o istiqamətdə davam eləsin. Əlbəttə, ümumiyyətlə genetika baxmayaraq ki, Sovet dönəmində sıxışdırılmış bir elm idi. Hətta qadağan edirdilər. Akademik Vavilovdan bəri qadağalar qoymuşdular o elmin inkişafına. Amma sonradan... Görəsən niyə? O qadağanın səbəbi nəsə izah olunur? Bilirsiniz, çünki o Sovet siyasətinin əksinə bəzi şeyləri sübut edə bilirdi. Ona görə də o kommunizmdə olan ümumiyyətlə deyək ki, Darwinizm məsələsi idi, o və s. onlara əks bir şeylər çıxırdı ortalığa. Ona görə onu istəyirlər, onların ideologiyasında mənfi əks olduğuna görə bu şeyləri onlar bir qədər nəzarətdə saxlayırdı dövlət, Sovet dövləti. Və genetika ümumiyyətlə çox maraqlı bir elmdir. Mən həmişə Quran mütaliə eləyərdim. Elə tələbə daha doğrusu universiteti qutarandan sonra və orada bir Ərəb surəsində çox maraqlı bir ayəyə rast gəldim. Ümumiyyətlə, Quran ayələri hamısı hikmətlə dolu, elmi bir şeylərdir. Onlar, yəni, sadəcə anlayan üçün. Quran ayəsində buyurur ki, Ərəb surəsində mən Adəm oğlunun belindən gələcək bütün nəsilləri bir yerə toplayaraq və onları bir-birinə şahid tutaraq söylədim. Deyin, mən sizin Rəbbiniz deyiləmmi? Onlar təsdiq etdilər. Deyir, elə isə sonradan deməyəsiniz ki, biz bundan qafil idik və ya ata-babalarımız bizə bu barədə başqa şey söyləmişdi. Yəni, Rəbbimiz bizə şərik... Allahın burada məqsədi odur ki, Allah Təbarək Təalanın məqsədi odur ki, yəni mənə şərik qoşmayın. Sizi yaradan mənəm. Bir mənalı olaraq sizin Rəbbiniz hər şeyi yaradan mənəm. Və buradan çox böyük bir elmi məntiq var. Buradan genetika keçid var. Bəli. Deməli, nə mənada? 2011-ci ildə mən bu ayə haqqında həmişə fikirləşirdim ki, doğrudan da əgər Allah Taala buyurursa ki, mən hamınızı yığdım bir yerə, deməli, riyazi məntiq olaraq burada böyük bir rəqəm var, say var. Çünki konkret nə qədər dünyaya insan gəlibsə, onun proqramında hamısı bilinir. İnsanların dünyaya gəlib və getmə mexanizmi artıq o elmi ilə sübut olun, təsbit olun. Yəni, bu insanlar heç də öz başına dünyaya gəlmirlər, getmirlər. Və sonra Cənab Prezidentin təşkil etdiyi 2011-ci ildə birinci beynəlxalq humanitar forum oldu. Ora gələn müxtəlif alimlər vardı, Nobel laureatları və s. Qonaqların bir qismi, yəni tibbi biologiya, molekulyar biotexnologiyalar və s. bioetika, bu sahədə olan mütəxəssislər bizim universitetin qonağı oldular. O zaman Əhliman müəllim bizim rektorumuz ona tapşırılmışdı bu qonaqlarla məşğul olma və bizim terapevtik korpusun 14-cü mərtəbəsində biz leksiya zalımız vardı. Orada qonaqları qarşıladıq və mən də maraq dairəsində gəldim, oturdum, çıxışçılara qulaq asdım və çıxışın bir nəfər Çindən gəlmiş bir professor idi. Yaşlı bir professor idi.
Deməli, dünyada iki böyük insan genomu institutu var. Biri Los Angeles'dədir, Amerikada, Birləşmiş Ştatlarda. Biri də Pekində İnsan Genomu İnstitutu. Və onun yaradıcısı və direktoru olan Profesör Huang Mingyang gəlmişdi və o çıxış elədi. Və çıxışında dedi ki, biz 3000-ə yaxın xalqı genetik analiz eləmişik, müxtəlif yeni heyvan növləri və bitki növlərinin yaradılmasından danışdı və s. Mən dərhal o 3000-ə yaxın xalq deyəndə yadıma Quran ayəsi düşdü və dərhal getdim həmin ayəni ingilis dilində çap elədim önümüzdə kompüter otağından. Gətirdim, nahar fasiləsində biz tanış olduq. O mənə kartımı verdi, mən ona kartımı verdim və mən həmin o ayəni, A4 səhifədə çıxartdığım ayəni təqdim elədim ona. O da baxdı belə büküb qoydu cibinə və 2 gün sonra mən ona məktub yazdım ki, hörmətli Profesör Huang Mingyang, mən sizə bu Quran ayəsini təqdim etməkdə məqsədim heç də öz dinimi təbliğ etmək deyil. Burada olan riyazi məntiq və elmi araşdırmalar bilavasitə sizin işinizə aiddir. Madam ki, siz insan genomu ilə məşğulsuz, deməli, burada olan hikməti də, elmi də siz araşdıra bilərsiniz. Əgər araşdırmaq fikriniz olsa, o zaman siz bu layihəni müxtəlif İslam fondlarına təqdim edə bilərsiniz, sizi maliyyələşdirə bilərlər. Belə bir məktub yazdım və həmin Quran ayəsində ingiliscə, ərəbcə yenidən ona elektron formatda yolladım. Təbii ki, o mənə dərhal cavab yazdı. Yazdı ki, bəli, sizin bu ideyanız brilyant ideyadır. Nəhayət insanlar dərk eləyər ki, hamımızın yaradanımız var. Yəni biz öz başına dünyaya gəlmirik və s. Çünki təbii ki, o işlərin içində olan bir alim idi. Onu çox gözəl dərk elədi bu ayənin hikmətin. Və hiss elədim ki, o istəyir ki, məni dəvət eləsin, nəsə ola bilər, elmi bir sir bilirəm, orada mən danışıram. Mən konkret yazdım ki, mən bu sahə mütəxəssis deyiləm. Ona görə sadəcə bir təklif elədim sizə. Bu müqəddəs kitabdan gələn fikri, elmi fikri. Sonra mən 2016-cı ildə İran İslam Respublikası Tehran şəhərində 2-ci beynəlxalq genetika konfransı oldu. Bu konferansda da bütün genetika üzrə, yəni tək insan yox, tibbi genetika yox, bitki genetikası, heyvan genetikası, torpaq genetikası, hətta torpağın özünün genetikası var. Bu sahədə dünyanın müxtəlif ölkələrindən deməli, alimlər gəlmişdilər. Məqsədim də o idi ki, mən ora getdim çıxış eləməkdə, məqsədim də o idi ki, bu ayədə olan hikməti, elmi fikri orada bir balaca bölüşüm. Təbii ki, o İran alimləri nəsə bir hiss elədim ki, istəmirlər bu barədə söhbət eləsinlər, amma bir Pakistanlı alim öz fikrini mənə yazdı, məqalə formasında. Və sonradan bilirsiniz, bu çox yüksək səviyyədə akademik bir axtarışdır. Bunun üçün demək olar ki, ən qabaqcıl texnologiyalar cəlb oluna gərək. Almaniyada olan texnologiyalar, İngiltərədə olan texnologiyalar, Birləşmiş Ştatların özündə olan texnologiyalar və insan DNK-sı açılandan sonra hardasa 2000-ci illərdə artıq sürətlə insan genomu sahəsində axtarışlar getdi və bəlli oldu ki, insanın bədəninin fəaliyyəti gen səviyyəsində nəzarətdədir. Hər bir insan fəaliyyətinə, istəyir danışmağına, istəyir baxmağına, hansısa duyğusuna genetik səviyyədə nəzarət var. Yəni, elə bir nəzarət ki, o nəzarət bəli, elə bir ki, təbii ki, genin özünə də Allah nəzarət edir də. Yəni, heç kim öz başına dünyaya gəlmir, öz başına da dünyadan getmir. Sübut elədilər ki, insan fəaliyyətinin, insan bədəninin fəaliyyəti gen səviyyəsində nəzarətdə. İndi də axtarışlar gedir. Məsələn, İngiltərədə böyük laboratoriyalar axtarış edirlər ki, görək, insanın tutaq ki, hansı orqanına hansı gen nəzarət edir və yaxud hansısa duyğusuna, baxışına, gözünə və yaxud səsinə, qulağına hansısa gen nəzarət edir. Bunlar hamısı hal-hazırda axtarışlar gedir. Hafiz müəllim, söz unutmayın. Bir şey də deyim ki, bu genetikanın son deməli tədqiqatları, mən öz bilgim çərçivəsində danışıram, göstərir ki, bütün bəşəriyyət, bütün insanlıq bir Adəmdən doğulur. Bu barədə də Quran ayəsi var. Əl-Hucurat surəsində belə bir ayə var. Səhv eləmirəmsə,
49-cu ayədir ya, yadımda deyil dəqiq. Əl-Hucurat surəsində belə bir ayə var. Mən Adəm oğlunun belindən gələcək mən sizi bir kişidən və bir qadından yaratdım. Sonra birbirinizi tanıyasınız deyə xalqlara və qəbilələrə ayırdım. Allah yanında ən çox hörməti olanınız, Allahdan ən çox qorxanınız, çəkinəninizdir. Həqiqətən o hər şeyi görəndir, biləndir. Səhv eləmirəmsə, Əl-Hucurat surəsi 13-cü ayə olmalıdır. Yəni Allah burada işarə eləyir. Ben bunu bəzi konferanslarda da hətta İngilizcə, ərəbcə qoymuşam. Bu bəşəri ayələrdir, bütün insanlığa xitabən. Orada bir ayədə Maidə surəsindədir. Deyir ki, istəsəydim hamınızı bir ümmət edərdim. Elə isə yaxşı əməllər uğrunda bir-birinizi ötməyə çalışın. Yəni demək istəyirəm ki, bu barədə çoxlu Quranda fikirlər var. Sadəcə o oxuyub düşünmək üçündür. Yəni Allah böyüklükdən böyükdür. Yəni doğrudan da yaradan dünyanı heç bir nöqsana yol vermədən yaradıb. Yaradılış onun nəzarətindədir indiyə qədər, yəni əbədi olaraq. Və mən bir Pakistanlı alimin, Əbdüssalamın Nobel təqdim etmə mərasimində ilk müsəlman alimi ki, Nobel laureatı oldu 79-cu ildə. Bir çıxışı var və o öz çıxışına Bismillahla başlayır və Quran ayəsini oxuyur. Mülk surəsindən 3-cü ayədir. Deyir, ey insan qaldır gözlərini səmaya bax, orada bir yarıq görə bilərsənmi? Baxmazlarmı dağlara necə yaradılmış, dəvələrə necə yaradılmış? Sadə bir ərəb üçün Quran ayəsi nazil olub. Deyir, sonra təkrar bir də çevir bax, aradığını tapa bilərsənmi? Nəhayət o gözlər zəlil olaraq qapanacaqdır. Əbdüssalam bu ayəni oxuyur və o nüvə fizikası üzrə, kvant nəzəriyyəsi üzrə məşhur bir alim olubdur. Və onun qərbdə də, şərqdə də böyük hörməti olub. Və bu ayəni oxuyandan sonra Əbdüssalam deyir ki, bax, təbii ki, İngilis dilində, o İsveçdə təqdim etmə mərasimində deyir ki, bax, fizika dünyası da bizim gözümüzü qamaşdırmaqdadır. Yəni, mən də dərinliyə getdikcə orada olan o hikməti tuta bilmirəm. Yəni, bu qədər araşdırma eləmişəm kvant səviyyəsində, yəni ən kiçik zərrəciklər hesabında. Onun o kəşfi qalaktikaları, planetləri idarə edən gravitasiya qüvvələri ilə atomun daxilində olan ən kiçik zərrəcikləri idarə edən, proton, neytronları idarə edən zəif elektromaqnit qüvvələri arasında harmoniyanın olduğunu sübut eləmişdi o. Yəni kvant səviyyəsindəki, baxın, görün, ən kiçik zərrəcikləri idarə edən qüvvələrlə planetləri idarə edən qüvvələr arasında əlaqə var. Adı apoptoz prosesi var, məsələn, hüceyrənin ölümü. Bizim bədənimizdə yeni hüceyrələr əmələ gəlir, saniyədə hətta. Köhnə hüceyrələr məhv olurlar. O məhv olma prosesi özü böyük bir nəzarətdədir. Yəni, hüceyrə məhv olandan sonra onun özünə bir də nəzarət olunur ki, bu hər şey dağılıb yoxsa yox. Çünki əgər orada o sitoplazmada olan, deyək ki, fermentlər sağ qalsa, o fermentdə canlı o bir hüceyrələri məhv edə bilər. Ona görə də bu çox dərin bir hikmətlə yaradılış. Yəni, ən kiçik hüceyrə səviyyəsində olan yaradılış, ən yüksək məxluq səviyyəsində olan yaradılış, bunlar həqiqətən çox böyük nizam və necə deyərlər, elmlə təsbit olub. Çox maraqlı faktlardan biri də sizin deməli bir adın, bilmirəm, deyəsən onun başqa adı da var, söhbətlərdə deyimsiz, bir yaddaş akademiyasının yaradılması və hətta ona bizim şəhidimiz, bizim kəndimizdən olan Elgin Quliyevin adının verilməsi ilə bağlı bir təşəbbüsüz də olub, maraqlı bir şeydir bu. Bəli, bu barədə ilk olaraq mən cənab prezidentə müraciət elədim keçən illəri, 24-cü ildə iki təkliflə müraciət elədim ki, mən heç bir müsəlman dövlətində müasir neyrosans tədqiqatların məhz hafizlik üzərində, yəni Quranı əzbərləmək hər adamın işi deyil. Onun üçün düzdür, əzbərləmək metodları var və insan beynini məcbur eləmək, əzbərçiliyə və s. bunlar öz yerində. Amma Quranı əzbər bilmək, o tamam başqa bir hikmətdir, elmdir. Və ilk dəfə mən çox maraqlandırdı. Elgin şəhid olandan sonra
mən fikirləşmişəm ki, doğrudan da hər adam məsələn şəhid ola bilməz, hər adam da Quran hafizi ola bilməz və Quran hafizinin şəhid olması, Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Elcünün o hafizliyinin üzərində mən xeyli düşünməyə başladım. İndi bir şəhid olaraq da, həm də hafiz olaraq və sonra belə bir axtarışlar eləməyə başladım. Yəni internetdəki görün bu ümumiyyətlə Quran hafizləri üzərində elə bir elmi axtarışlar olubdumu? Və nəhayət Üsküdar Universiteti Türkiyədə bir məqaləsi dərc olunmuşdu 2021-ci ildə. Onlar ingilis dilli universitetdir və rektoru da psixiatrdır. Yəni neuroscience üzrə mütəxəssisdir Nevzat bəy. Gördüm, onlar bir məqalə buraxıblar Quran hafizləri ilə bağlı. 6 yaşdan 15 yaşa qədər, 12 yaşa qədər qızlar və oğlanlar hafizlər üzərində tədqiqat aparıblar və onlar görüblər ki, neyrodavranış, yəni davranış mədəniyyəti qızlarda daha üstündə oğlanlara nisbətən. Yəni o hafizlər və onlar sübut ediblər ki, hafizliyin ümumiyyətlə yaddaş mexanizminin gücləndirilməsi bütün hallarda davranışa müsbət təsir edir. Yəni insanın özünü aparmağına və s. Və mən dərhal onlarla əlaqə saxladım ki, bəs mən çox sevindim ki, siz belə bir tədqiqat iş aparmışsınız və ilk dəfə sizə rast gəldim. Və əlaqə saxladıq, sonra Nevzat bəylə biz Bakıya gələndə görüşdük. Heç bir müsəlman dövlətində indiyə qədər müasir neuroscience səviyyəsində hafizliyi araşdırılmır. Hansı ki, bu vacib bir şeydir. Mən hesab edirəm ki, məsələn, tutaq ki, Pakistanda 60.000 hafiz var, deyək ki. Bu hafizlər üzərində tədqiqat aparılmalıdır və hafizliyin bəzi elmi tərəfləri araşdırılmalıdır. Hər adam elə-belə hafiz ola bilmir ki. Yəni o yaddaş fenomeninin sirlərinin açılması. Bəli, Alzheimer xəstəliyindən tutmuş, bəlkə də o sirləri tapmaq olar, nə bilmək olar. O hafizlik səviyyəsində sinirlər ətrafında gedən tədqiqatlar, sinir hüceyrələri ətrafında elə Əbdüssalamın öz fikridir. Deyir, mən milyonlarla sinir hüceyrəsinin bir-biri ilə əlaqəsini gördükcə iman gətirməkdən başqa bir çarə tapmadım. Mən təbii ki, istəyərdim ki, Azərbaycanda yaradılsın. Çünki biz şərqlə qərbin kəsişdiyi bir bölgədə yerləşirik və mən Oxford İslam Araşdırmalar Mərkəzinə də mən məktubla müraciət elədim ki, mən belə bir fikrim var. Siz ya Oxfordda açın bu araşdırmalar mərkəzini, ya da Azərbaycanda Bakıda yaradaq. Yəni Quran Hafizləri Akademiyası yaradaq və bu Quran Hafizləri Akademiyasının içində bir hafizlik elmlər tədqiqatı institutu açaq və bir də ərəb dili araşdırmaları institutu açaq. Quran ərəb dilində nazil olub. Təbii ki, bu il mən Misirdə Əl-Əsər Universitetində oldum. Orada təklif elədim. Çünki onların Quran fakültələri var. Həm oğlanlar üçün, həm çox böyük bir universitetdir. Və onlara ən qədim universitetlərdən biridir. Təbii ki, bunlar akademiya yaratmaq və yaxud da onun ətrafında hansısa bir dövlət səviyyəsində icazəni almaq bu çox mürəkkəb bir şeydir. Amma mən o məqsədlə çalışıram. Yəni, ümidvaram ki, bu akademiyanı biz yarada biləcəyik Azərbaycanda. Çox istəyərdim ki, Azərbaycanda olsun. Çünki burada iki şərt var. Bir, vətənpərvərlik məsələsi var. Yəni, hafiz Quranın gedib şəhid olmağı məsələsi. Bir də var, məsəl üçün, İslam dininin elmi tərəfdən araşdırılması. Yəni, hüceyrə səviyyəsindən tutmuş, psixologiya səviyyəsinə qədər, davranış səviyyəsinə qədər, yaddaş mexanizmləri səviyyəsinə qədər tədqiqatlar aparıla bilər. Təbii ki, yüksək texnologiyalara malik ölkələr bunu eləyə bilərlər. Mənim də məqsədim oydu ki, bu texnologiyaları həm Azərbaycana cəlb eləyək, elmimizi inkişaf eləsin müəyyən qədər. Həm də tədqiqatlar burada hər tərəflə, həm şərqdən, həm qərbdən alimlər gəlsinlər. Hafiz müəllim, bəzən deyirlər ki, düzdür, sözünüzə bir istiqamət olaraq, bəzən deyirlər ki, elmlə din ziddiyyətdədir və yaxud da elm inkişaf elədiksə dini kölgədə qoyur, onun sübutların, argumentlərin sıradan çıxarır. Amma siz tamam əksin deyirsiniz də. Yəni, yox, əslində mən deyərdim ki, ilahiyyat böyük bir elmdir.
böyük bir elmdir. Çünki multidisiplinar bir elmdir. Mən deyərdim ki, ilahiyyat bütün elmlərlə əlaqəsi var ilahiyyatın. Sadəcə ilahiyyat necə deyirlər, qısa bir hansısa dini rituallardan və yaxud da Quran oxumaqdan ibarət deyil. Çünki mən o Valeriya Poroxova var idi, biz bir onu qonaq çağırmışdıq. Rusiya Təbiət Elmlərinin akademiki, Allah rəhmət eləsin. O Quran tərcümə eləmişdi rus dilində. Biz onu qonaq çağırdık. Bizim Respublika prokurorluğundan polkovnik vardı, Osmanov, Elman Osmanov. O da bir kitab yazmışdı rus dilində, Bogiyedin kitabı. Gəldi, Allah bildir. Hə, Allah bildir. Gəldi Valeriya Poroxova ilə qonaqlıqda, belə indi zastalam oturmuşuq, belə sonra o müxtəlif universitetlərdə çıxışlar elədi gələndə 2000-ci illər idi. Valeriya Poroxova dedi ki, siz filan yerdə tərcüməni səhv yazmışsınız. Filan yerdə səhv buraxmışsınız. Valeriya Poroxova dedi, düz deyirsən. Boynuna aldı ki, bəli, yurist polkovnik, onun deməli bizdə görün Azərbaycanda nə qədər dərrakəli insanlar var. Həm nə olsun indi hüquqşünasdır. Deməli o Quranı dərindən mənimsəyib və orada olan o səhvləri də tuta bilir. Bir dəfə Odlar Yurdu Universitetində elə oldu ki, İslam Konferansı Təşkilatının bir sütunvari hüceyrələrlə bağlı bir tədbiri oldu. Kök hüceyrələrlə bağlı. Onda təzə-təzə bu necə deyirlər, moda minmiş bir elmi fikirləri idi. Bu nə dərəcədə düzgündür, nə dərəcədə düzgün deyil. Çox ölkələrdən əməkdaşlar gəlmişdilər. Onda İslam Konferansı Təşkilatı Tehranda idi. Və oradan gələn alimlər mənə bir kitab bağışladılar. İngilis dilində yazılmışdı. Redaktoru da Mehdi Gülşani idi. Tehran Şərif Universitetinin professoru idi. Texnoloq idi özü. Və indi o hal-hazırda yaşlı bir adam, professordur. Tempton mükafatının deməli, Tempton mükafatı Nobel mükafatından da yüksək bir mükafatdır. Onu o adamlara verirlər ki, dinlə elm arasında uyğunluğu tapa bilir. Məsəl üçün, onun Mikhail var, bir nəfər Polşalı alim, katolikdir, ona veriblər. Astronomiya, riyaziyyat sahəsində böyük bir alimdir. Yəni, elmlə din həmişə necə deyərlər, bir olublar. Sadəcə o zaman insanlar həm siyasi məqsədlə istifadə ediblər, deyək ki, elə katoliklərin özü elm adamların edam edirdilər. Həm də sonradan, indi zaman keçdikcə, elm inkişaf elədikcə insanlar artıq dərk edirlər ki, bəli, bu həqiqətlər bizə vaxtilə ilahi kitablarda göndərilib. Xüsusən də bu həm kvant nəzəriyyəsi, kvant fizikası səviyyəsində, həm nə bilim genetika səviyyəsində. Bəli, genetika elmi çox sürətlə inkişaf etməkdədir. Bunlar hamısını göstərir ki, dini həqiqətlər heç bir vaxt tamamilə kənara qoymaq olmaz da. Bəli. Bilirsiniz, din əslində elmdir. Biz sadəcə dinlər yaradılıb, yəni Allah zaman nəsillər üzərinə peyğəmbərlər göndərib. Yəni peyğəmbərlər çıxardıb o qövmlərdən ki, insanlar yolun azanda başa salsınlar ki, siz yolunuza azmayın. Yəni sizin yaradan var, boşuna yaradılmamısınız. Yəni əməllərinizdə düz olun. Yəni zaman bunlar və sonuncu peyğəmbərimiz də və Quran nazil olub onun vasitəsilə. Yəni nə qədər də inkar eləsələr, Quran nazil olub, sadəcə kənardan nazil olub. Və biz onu sübut eləməyə düzdür, ehtiyac da yoxdur. Amma dünyanın bir çox ölkələrində bunu inkar edirlər ki, bu Peyğəmbər özü. Peyğəmbərin savadı olma baxır ki, özü yazsın onu. Hafız müəllim, mənə həmişə maraqlandıran suallardan da biri budur ki, məsələn, siz indi elə baxın, elm və din mövzusunun davamı olaraq, siz bir elmi istiqamətə götürmüş adam kimi, bir tibb universitetini bitirmiş bir insan kimi. Bəs həmişə mən bir şey deyirəm, insan dinə nətər gəlir? Bu psixoloji səviyyədə necə baş verir? Məsələn, sizdə necə oldu? Məsələn, mən yay səhəri idi, öz kəndimizdən Salyana gedirdim rayona. Tək idim maşında. Saat 6-da kənddən çıxdım, səhər, yay səhəri idi. Gəldim 7-də məni yolda yuxu tutdu.
Baxmayaraq ki, mən yuxulamışdım və hiss elədim ki, yatmışam, ayıla bilmədim. Yəni, bu başıma gələn bir hadisədir. Mən demək istəyirəm ki, yəni, bu mənim taleyimdir. Mən bu taleyi yaşamalıydım mütləq. Və bilirsiniz də, indi Trasla gedirsən, toqquşa da bilərdim hansısa maşınla. Mən toqquşmadım. Sadəcə yolu bayına getdim, sağa sola, yuxulu vəziyyətdə. Yəni yuxulu deyək də. Yox, demək olar ki, sönmüşdüm, tamam. Ayıla bilmədim. Yəni, o qədər belə yorğun idimmi, ya indi fikrə getmişəm, yuxulamışam. Var mı çox adamlarda bir də bilirsəniz, ağrım yatırlar. Ayıla bilmədim və maşın açdı, maşın çörülmüşdü. Yəni, mən onda anladım ki, ağrıdan ayıldım və hiss elədim ki, qaburğam sınıb və adamlar topalaşıb məni maşından çıxartmaq istəyirlər və s. Səsküyə ayıldım. Və onda mən fikirləşdim ki, mən burada ölə də bilərdim. Yəni, dünyamı dəyişə də bilərdim. Mən nəyə görəsə sağ qaldım. Və bu barədə çox fikir edim. Ondan sonra mən başladım din fəlsəfəsi ilə maraqlanmağa. Bəzi şeylər var, onları eləməsən, dinə yaxın dura bilmirsən. İbadətdir, namazdır, orucdur. Bunlar dinin əsası olan şeylərdir. Yəni, onları eləməsən, Allah sənə heç vaxt öz hikmətini açmaz. Yəni, bu, təbii ki, bunlara əməl elədikcən, elə bir ki, sənə hansısa bir qüvvə hazırlayır, verir, nəsə bir şey eləyir. Məsələn, elementar bir şey danışım sizə. Mən səhər sübh namazına duranda, elə bir ki, 2000-ci ildə çox maraqlı bir dinlər arası diyaloqla məşğul idim, belə QHT səviyyəsində. Yəni, belə bir layihəm var idi. Sivilizasiya arası, dinlər arası diyaloq, sivilizasiya arası diyaloqun bir körpüsüdür. Katoliklərlə məktublaşırdım. O da necə oldu? Katoliklər dünya müsəlmanlarına mesaj yollayırdılar. Hər Ramazan bayramı, təbrik mesajı, hər Qurban bayramı. Onların Vatikanda İslam şöbəsi var. Onların bir növ dövlət siyasətidir. Bütün dinlərlə əlaqə saxlayırlar. Mən də çox xoşuma gəlmişdi 93-cü o həcc ziyarətindən qabaq. Gördüm ki, bunlar bir mesaj yollayıblar. Dünya, Azərbaycan müsəlmanlarına kimi belə İslam qəzdində vermişdi. Mən dedim, bunlara mütləq cavab yazmalıyam. Və çalışdım, aprel ayıydı onda, onların Pasxa bayramı ilə bizim Ramazan bayramı üst-üstə düşmüşdü və onlar təbrik yazmışdılar. Bu da İslam qəzetində çıxmışdı. Mən oxuyandan sonra dedim, bunlara mən mütləq cavab yazacağam. Elə oldu ki, həcc ziyarətindən qayıdandan sonra fikirləşdim ki, dərhal cavab yazım. Sonra gözlədim İsa Peyğəmbərin mövlüdü dekabrın 25-də. Onlara bir qəşəng 4 səhifəlik məktub yazdım. Sonra mən Qarabağa döyüşə çağırdılar, tibb bölüyünə, sabit kimi. Mən daha xəbərim olmadı. Elə bir ki, dekabrın 25-də yazmışdım. Yanvar ayının 24-ü də, 21-i də məni çağırdılar döyüş bölgəsinə. Nəysə, başım qarışdı, o məktub yadımdan çıxdı. Sonra bir dəfə universitetə gələndə dedilər ki, sən məktub gəlib, baxdım ki, Vatikan mənə cavab yazıbdı. İndi yolda onu ləngidiblər biraz, gəlib bizim xüsusi xidmətdən keçib, sonra nunsiyadan keçib, onların nunsiyası var idi Tiflisdə. Sadəcə bu mədəniyyətlər arası diyaloq, dinlər arası diyaloq zəminində onlar mənə hədiyyə yollamışdılar. Bütün Vatikan deməli 67-ci ildən sən demə Papanın qərarı olub ki, bütün dinlərlə əlaqə saxlanılsın, o cümlədən İslam dini mənsubları ilə və onlar deməli kitab buraxmışdılar. Ramazan bayramı münasibəti ilə və Qurban bayramı münasibəti ilə bütün dünya müsəlmanlarına olunan müraciətlərin, bayram təbriklərinin toplusu 67-ci ildən. Çox maraqlı idi, çox belə. İndi onların dövlət siyasətidir. Yəni, bütün dinlərlə əlaqə saxlamaq və öz dinlərini də yaşatmaq. Nə yazmışdılar məktubda? Onlar dövlət blankında mənə cavab yazmışdılar. Mənə elə bir ki, o məktubu 4 səhifədən ibarət getdim Xarici Dillər Universitetinə, institutuna və orada öz... İtalyanca idi? Yox, İngilis dilində. İngilis dilində. Əvvəl getdim bizim Xarici İşlər Nazirliyində Avropa ölkələri şöbəsi var. Akşin müəllim orada şöbə müdürü idi. Dedim, Akşin müəllim, 93-cü ildə təsəvvürün həcc ziyarətindən təzə qayıtmışam.
bir müraciət elədim Maksim müəllimə ki, mən Vatikanla istəyirəm məktublaşım. Bunlar görürsüz belə bir şey yazıblar, göndəriblər, təbrik falan. Dedi, çox yaxşı olar. Biz prezidentura səfərə hazırlayırıq. Təsəvvür edin, Allah rəhmət eləsin, Heydər Əliyev 97-ci ildə Vatikana səfər elədi. Sən demə, bu 5 il qabaqcadan hazırlıq gedir ki, bizim dövlət başçımız ora səfər eləməlidir. Yəni, dövlətin strukturunda olan bu nəyi demək istəyirəm, qayda qanunu ki, yəni, mən də çox sevindim. Maksim müəllim mənə dedi ki, çox yaxşı olar. Və mən 4 səhifəlik yazdığım məktubda ermənilər bizim torpaqları tutublar, nə qədər cinayətlər törədiblər. Bunu qeyd elədim, bir abzas, o 4 səhifəlik məktubumda qeyd eləmişdim. Və onların bizə ünvanladığı 93-cü ildəki mesajlar var idi. Abzas Quran ayəsi ilə təsdiq elədim. Çox gözəl bir şey idi. Onlar doğrudan da yüksək səviyyədə belə müraciətlər edirlər. Bayram təbrikləri yollayır. Və onlar da dövlət blankında mənə yazdılar ki, sizin bütün fikirlərinizlə biz razıyıq. Təşəkkür yazmışdılar və o kitabı yollamışdılar. Hafız müəllim, bir məsələni də mən sizdən soruşmaq istərdim, fikrinizi öyrənmək istərdim bir məsələ barədə. Nə düşünürsünüz? Bax, öz doğulduğunuz kənd, doğulmadınız bu kənddə doğulmadınız, amma bir mənşə etibarilə bu kənddənsiniz. Nə düşünürsünüz? Kəndin saxta, bölgəm saxta. Əlbəttə, bu torpaq özü adamını cəlb edir, bir növ cəzb edir. Mən də hesab edirəm ki, bu torpağın yetirməsiyəm. Bir növ, mən hələ 93-cü ildə həcc ziyarətindən qaydanda, yay idi. Biz, mənim bir həcc ziyarəti yoldaşım vardı, Osman müəllim. İqtisad Universitetində professor idi. Dedi ki, bəs gəl gedək Pakistan səfirinə. Hərdən söhbətimiz olurdu. Səfirlə görüşək. Mən də görüşü təşkil elədim. Nəysə biz getdik səfirlə. Səid İsmət Çodri belə bir səfir var idi. Həm hərbiçi idi, təyyarə pilot idi, təyyarə sürən idi. Həm də diplomat idi. Onun bizim birinci səfirimiz oldu Pakistanın. 93-cü ildə biz onu getdik, qabulunda olduq. Və elə oldu ki, çox belə nurlu bir oğlan idi. Elə oldu ki, bizim söhbətimiz, mən əslində getmişdim Əbdüsalam haqqında məlumat yığam. Dedi ki, bizim belə alimlərimiz çox olub. Yəni, gördüm ki, istəmir nəsə, laqeyd yanaşdı. Məlum oldu sonra nəyə görə, orada təriqət məsələsi var idi. Bəli, Əhməd təriqəti. Və təbii ki, internetdə hər yerdə var onun barəsində məlumatlar, çoxdur, çıxışları, əsərləri və s. İndi Beynəlxalq Nəzər Fizika Mərkəzi var Trieste, İtaliyada, Adriatik dənizin qırağında. Onun adınadır, həmin o mərkəzi o yaratmışdı 64-cü ildə. Onun bir sözü oldu. Mən də qeyd edirdim, tərcüməçi tərcümə edirdi. Özüm üçün xırda qeydlər edirdim ki, bir qəzetə zada görüşü verim. Dedi, biz 47-ci ildə müstəqillik qazananda bizim heç nəyimiz yox idi. Pakistanın demək olar ki, nə ağır sənayesi var idi, nə yüngül sənayesi var idi, nə nefti var idi, nə məsəl üçün heç nə yox idi. Biz deyir, yalnız kənd təsərrüfatı məhsulları hesabına qüdrətli bir dövlət qurduq. Siz dedi, sizin indi hər şeyiniz var, neftiniz də var və s. Siz kənd təsərrüfatını inkişaf elətdirsəz, sizin dövlətiniz doğrudan da çox böyük qüdrətli bir dövlətə çevrilə bilər. Əlbəttə, kənd şəraiti, kənd həyatı, şəhər həyatından qat-qat yaxşıdır. Mənim aləmim. Birisi zaman-zaman, məsələn, mənim atam, Allah ölənlərinizə rəhmət eləsin, kənddə su problemini həll eləməyə cəhd edib. Onun geolog, haradasa 70-ci illər olub. Geolog dostu var idi. Biz Göyçayda onda olurduq. Mən uşaqlığım Göyçayda da keçib. Mən izləyicilərə də təqdim edeyim ki, sizin atanız Maarif Osmanov Hüquq mühafizə orqanlarında çalışır. Bəli, Daxili İşlər Nazirliyinin sistemində və İqtisadca maliyyəçi olub, amma yəni İqtisad Universitetinin qurtarmağına baxmayaraq, o vaxt ki, narkoz deyirdilər də, onları seçiblər, deməli, hüquq sisteminə qəbul ediblər. Yəni, təbii ki, Sovet əmlakı dövlət müfəttişliyi deyəndə, orada olan inspektor maliyyəni bilməli idi. O da mənada
o vaxtı o il 3 nəfər seçilib, yəni SƏDİM, Sovet Əmlakı Dövlət Müfəttişliyi üzrə mütəxəssis olaraq cəlb olunublar və yetişdiriliblər. Yəni seçilmiş adam olub da belə deyək, seçilib. Bir qədər savadlı insanları cəlb edilib. Öz dövrünə görə o da çox savadlı, yəni mütəxəssis olub. Yəni hətta Sovet mediasında açılmayan cinayətləri gedib göndərirdilər belə. Hətta başqa respublikalara. Bəli, hətta başqa respublikalara. Yəni öz işini bilən adam idi. Su ilə bağlı dediniz. Hə, o deməli dostu Rəşid var idi, geoloq. Təmənnasız olaraq, düzdür, onu müəyyən hörmət zad eləmişdi. Gəldi bizim burada aşağıda icra nümayəndəliyinə yaxın bir yerdə quyu vurdular. Ki buradan su çıxarsın. Çökək idi ora. Təbii ki, kəndin o asfaltın qırağı. Quyu vurdular, quyudan müəyyən qədər su çıxdı və o vaxtı arteziyanmış yəni. Artezyan kimi, dərin bir şey vurdular. Ki su çıxdısa da zəif çıxdı. Və o rəhmətli Camamət kişi idi onda kolxoz sədri. Demişdi ki, bax bu sunu motorla yuxarıda kəndin təpəsində bir şey vurun, nədir, ambar yerləşdirmək olur. Onu bilirsiniz də, betonlayırlar, edirlər. Böyük bir su ambarı eləmək olur. Buradan suyu vurursunuz oraya, oradan da paylanır cəmaata. Nəsə sonra da o işlə məşğul olan olmadı. Nəsə gönülsüz yanaşdılar bu işə və quyunu da daşla doldurdular. Yəni bizim cəmaatın o da həvəsi. Osman, mən həmişə o idealist yanaşma kimi qəbul oluna biləsi bir təxəyyülümdə həmişə belə bir belə deyək də layihə olub. Sonra bir İvanovka modeli deyilən bir şey olub da həmişə. Bizə də özdə Şirvan zonasıdır. Göylərdə də bir onun fason bir model yaratmaq olar. Yəni ki, kənd özün yaşasın. Əlbəttə, çox şey eləmək olar. Adət-ənəsi olsun, özünün, nə bilim, fərqli bir göylər modeli haqda düşünülən, bilmirəm bir nə dərəcədə onu həyata keçirmək olar, olmaz. Əlbəttə, indi Allah şükür görürsünüz, cəmaat yol çəkir. Xeyrat vermir, gedir yol çəkir. Bilir ki, o böyük bir savab işdir, yol çəkmək. Yol həm də mədəniyyətdir. Yəni, yolu olmayan insanlar haqqında kənardan gələn qonan nə fikirləşər? Və yaxud da suyu olmayan. Mən həmişə fikir eləyərdim ki, məscidimizin, məsəl üçün, o suyu, necə deyirlər, hardan alırlar, quyu vurdular, sonra sənə tökürdülər, dəstəmaz alırlar. Yəni, bunu su olmayan yerdə hansı infrastruktur inkişafdan danışmaq olar? Eləcə də kənd təsərrüfatında su lazımdır, əkib becərməyə, bunlar hamısı şərtdir. Başqa rayonlarda baxırsan, məsələn, kanallar var, ayrılırlar, xüsusən də Aran zonasında və s. Kürün qolları var, su boldur orada, su ehtiyatı. Amma belə dağlıq yerə məcbursan o dövlət səviyyəsində hansısa bir su çəkilməlidir, dövlət nəzarət eləməlidir bu işlərə. Ağus müəllim, bu jurnalistikada adətən bir sual olur, sonda adətən sual verirlər. Bəzən görürsən ki, kimsə bunu bir sıradan bir sual hesab edir. Düzü, mənim sevdiyim suallardan biridir bu. Ki, hər halda soruşurlar, mən də həmin sual təşkil etmək istəyirəm ki, nə düşünürsünüz, nə planlaşdırırsınız? Bir şəxs olaraq, bir ziyalı olaraq, elmə hədsiz marağı və çox maraqlı fikirləri olan ziyalı kimi, elm adamı kimi nə düşünürsünüz? Nə planlarınız? Bilirsiniz, elm adamı kimi mən indi xaricdə də bir çox elmi müəssisələrdə olmuşam. Elm belə bir şeydir ki, müasir texnologiyaların olmalıdır. Yəni, sən istər təhsildə, istər elmdə, əgər heç olmasa, mən demirəm, inkişaf etmiş ölkələrə çatasan, orta səviyyən olmaq üçün elmə, texnologiya pul buraxmalısan, yəni maliyyə ayırmalısan. Belə nətər deyirlər, kör təbii yox. Ağus müəllim, Parizlə arazı nətərdir? Hansı fəsli sevirsiniz deyə belə? Valla, mən deyərdim ki, bütün fəsilləri sevirəm. Deyə bir şeir var, şairin deyir, ömrün baharı da, qışı da xoşdur. Payız yeli kimi əsmə dünyada. Elə indi